Bu karvana başçılıq eləyən İmam Zeynalabdin ağadır. Amma İmam Zeynalabdin ağa məlum səbəblərə görə karvana rəhbərlik eləyə bilmir. Ona görə xanım Zeynəb salamullah aleyha bu məsuliyyəti boynuna götürüb. Ona görə mən həmişə deyərəm Aşuraya qədər biz İmam Hüseynin rəhbərliyi dönəmin yaşayırıq. Amma Aşuradan sonra ta Ərbəyinə qədər biz xanım Zeynəb rəhbərliyindəyik. Ona görə bütün söhbətlərimizin bəzəyi bu günlərdə xanım Zeynəb olmalıdır. Çünki onun günlərini yaşayırıq, onun rəhbərliyi günlərini yaşayırıq. Onun karvana başçılıq elədiyi günləri yaşayırıq. İkinci hissə Kərbəladan Küfə, Küfədən Şam. Bu hissənin hədəfi, məqsədi nədir? Daha burada xanım Zeynəbin fikri, zikri, dini, insanları dinə, şəriətə qaytarmaqdır. Xanım Zeynəbin bu hissədə fikri İmam Hüseyn əleyhissalamın məktəbinin həqiqətini qoruyub saxlamaqdır. Fikir ver, bu da önəmlidir. Din və şəriətin yaşaması nə qədər önəmlidirsə, İmam Hüseyn əleyhissalamın Kərbəlasındakı hədəfin əslini də qoruyub saxlamaq o qədər önəmlidir. Çünki var qüvvəsi ilə Yezid İbn Ziyad, Ömər bin Saad, Şimr və sairlər çalışırlar ki, İmam Hüseyn əleyhissalamın Kərbəlasının mahiyyətini dəyişdirsinlər, axarından çıxarsınlar. Var gücü ilə buna çalışır. Ona görə xanım Zeynəb bu hissədə, onun üçün maraqlıdır xanım Zeynəb. Kim namaz qıldı, kim qılmadı? Yox, indi yox. İndi mənim üçün önəmli olan əsl hədəf bu hissədə İmam Hüseyn əleyhissalamın Kərbəlasının həqiqətini qoruyub saxlamaqdır. Mahiyyətini qoruyub saxlamaqdır ki, insanlar bunu başqa tərəfə çəkməsinlər. Başqa cürə təhrif eləməsinlər. Başqa cürə yozmasınlar. Necə ki, məsələn, indi də görürük bunu. Ərəb davası, filan davası, dünya davası, filan davası istəyirlər mahiyyəti aradan. Musa Peyğəmbər dünyaya gəldi, çayı keçdi, nə bilim, oddan atlandı, oradan çıxdı nərdivanla. Var gücləri ilə çalışırlar ki, bu günlərin mahiyyətini aradan aparsınlar, həqiqətini dəyişdirsinlər. Ona görə ikinci hissədə məqsəd budur. Xanım Zeynəb bunun üçün çalışır. Sözlərinə bax, mənim kimi sən də bu qənaətə gəl. Yəqinə çatqınən ki, həqiqətən belədir. Elə ki, daxil oldular, əsirləri Küfiyə daxil elədilər. İmam Hüseyn əleyhissalamın kəsilmiş başın, Həzrəti Əbbasın, Əli Əkbərin, Qasımın kəsilmiş başların nizədə görüb Küfəlilər ağlayır. Xanım Zeynəb salamullah aleyha adətən belə bir müsibətdə bacı da ağlamalıdır. Amma yox, xanım Zeynəb gör neynir? Gör neynir xanım Zeynəb? Xanım Zeynəb üzün tutdu onlara, dedi ki, ətəbkun, ağlayırsınız, fəla səkənətil ibrə və la hədəətir rənnə. Ağlayırsınız, ağlayın, göz yaşınız heç qurumasın. Ağlayın, heç naləviz dinməsin. Ağlayırsınız, sonra sözə bax, vəyləkum, vay olsun sizə, ətədrunə eyyü kəbədin li rəsulillahi fərəytun. Vay olsun sizə, heç bilirsiniz ki, Peyğəmbərin Allah Rəsulunun ciyərparəsini yandırdınız. Bilirsiniz. Nədir məqsəd? Başa salır onlara ki, sizin əməlləriniz, sizin işiniz, sizin xəyanətiniz, sizin vəfalı olmamağınız, sizin sədaqətli olmamağınız bu günləri mənim qardaşım Hüseynin başını niziyə vurub, şümür vurmayıb. Xəyanət vurub bunu ora. İbn Ziyad xanım Zeynəbə deyəndə ki, həl rəəyti mazə sənə Allah bi əxik, gördün ki, Allah sənin qardaşının başına nə gətirdi? Bax, dediyimdir, məcranı dəyişdirmək istəyir. Kərbəlanı öz məcrasından dəyişdirmək istəyir. Hədəfindən yayındırmaq istəyir. Gördün Allah qardaşının başına onu gətirdi? Xanım Zeynəbin cavabı nə oldu? Ma rəəytu illa cəmilə. Mən gözəllikdən başqa bir şey görmədim. Haulai qavmun. Ardında sözü var. Bəziləri deyir ki, bu nə gözəl, hansı gözəllikdən danışır? Elə xanım özü cavab verib. Biz bəzən elə yersiz özümüzü yoruruq, elə təfsirlərə gedirik. Elə xanım özü izah edir. Ardına qulaq assın, sən də biləcəksən. Ma rəəytu illa cəmilə, mən gözəllikdən başqa bir şey görmədim. Haulai qavmun,
Mənim qardaşım və qardaşımla şəhid olanlar bir cəmaatdır ki, bir insanlardır ki, Kataballahu aleyhimul qatl. Allah onlar üçün şəhidlik yazmışdı. Fəbərəzu ilə məzacihim. Onlar da Allahın onlar üçün təyin etdiyi o şərəfli məqama üst tutublar. O yola gediblər onlar. Bu da elə gözəllik. Allahın sən üçün buyurduğu, tökdüyü qəza-və qədər, Allahın istəyi, Allahın iradəsinə razı olasan, təslim olasan. Bundan böyük gözəllik yoxdur ki. Bundan böyük gözəllik yoxdur ki. İndi bu Küfədən nümunə Şamda. Xanım Zeynəb gör nə deyir. Əzənəntə ya Yezid. Ey Yezid, elə güman edirsən ki, heythü əxəzdə ələynə əqtarəl ərzi və afaqə səma, sən ki bu səmanı bizə dar eləmisən, yeri bizə dar eləmisən, elə bilirsən, elə güman elirsən ki, fəəsbəhnə nusaqəmə tusaqul ima, sən bizi əsir elədin, necə ki kənizləri şəhər bə şəhər gəzdirirlər, o cür gəzdirdin. Sən elə güman elirsən ki, bununla bir nəticəyə varacaqsan, bizim məqamımızı aşağı salacaqsan, bizim fəzilətimizi aşağı salacaqsan. Ənəsitə qovlallah, Allahın sözün yaddan çıxartmısa, Allah nə buyurub Quranda? Xanım Zeynəb ayəni oxudu. Və la yəhsəbənnəl-ləzīnə kəfəru ənnəmə numli ləhum xeyrun li ənfusihim. Allah Quranda deyir ki, kafirlər elə güman eləməsinlər. Biz onlara möhlət verəndə, onlar üçün xeyir istəyirik. Xeyir də onlara, yox. Elə güman eləməsinlər. Bəs niyə möhlət verirsən? İlahi ya Rəbbim, İnnəmə numli ləhum liyazdadu isma. Biz onlara möhlət veririk ki, biraz da əzabları artsın, günahları artsın. Möhlət ona görə veririk. Və ləhum əzabun muhin. Axırda onlar üçün təhqir edici əzab var. Xanım Zeynəb salamullah əleyha var gücü ilə bu məqamda, bu hissədə çalışır ki, İmam Hüseyin əleyhissalamın məktəbinin əsalətini qoruyub saxlasın. Mahiyyətin qoruyub saxlasın. Həqiqətin qoruyub saxlasın. Ki, heç kəs İmam Hüseyin əleyhissalamın Kərbəla məktəbin başqa səmtə aparmasın.